Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Sizin media nümayəndələrinin çox böyük rolunuz var bu sahədə və deyə bilərəm ki, mən bəzi hallarda xoşa gəlməz hallar haqqında sizdən öyrənirəm. Sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir və deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır, amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları da bilməlidirlər. Onların işinə təkcə deməli, prezident administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. Salam hörmətli 102 Xəbər Info və Inforum Xəbər TV izləyiciləri. 102 Xəbər Info və Inforum Xəbər TV-nin informatoru. Ağdaş rayonunda ezamiyyətdə olduğu anda neçə negativ hallarla rastlaşmış və bu negativ hallarla bağlı həm rayon rəhbəri, həm də Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşmüşdür. Görüşünün məqsədi rayonda baş verən negativ hallarla bağlı yerində olmayan, Respublika Prezidentinin qanunlarını kobud şəkildə pozanlara irad bildirsə də, istər rayon rəhbəri, istər də Qida Təhlükəsizliyi Agentliyi onların peşə fəaliyyətində heç bir qanun pozuntusu olmadığını bildirmişdir. Məlumat üçün bildiririk ki, bundan əvvəlki kadrlarımız Ağdaş rayonunda bayraqsız bayraq meydanının kimə lazım olması barədə efrimizə rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, bu küləkli hava şəraiti ilə əlaqədardır. Bəs indi ki, nə küləkli hava, nə də yağışlı hava şəraiti müşahidə olunmadığı halda 3 rəngli bayrağımız o əzəmətli bayraq meydanında niyə dalğalanmır sualına hələ də cavab tapa bilmirik. Bu azmış kimi bəşər aləminin müxtəlif qida və yoluxucu xəstəliklər avuşuna aldığı halda, natəmizlik və antisantariya qaydada ət kəsimi və rayonda fəaliyyət göstərən baytarlıq idarəsinə də nə Qida Təhlükəsizliyi Agentliyi narahat etmir. Yəqin ki, bu kimi iaşə obyektlərini işlədənlər və sahibkarlar belə məmurlar layiqincə görür və rüşvət naminə hər negativ hala göz yumurdular ki, bizim bu kadrda əyani sübutdur. Mövzu diqqətimizdədir, mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq. Bizlərlə qalın. 102 Xəbər Info və Inforum Xəbər TV sosial şəbəkələrinin rəhbəri Azər Xudayaroğlu efiri səsləndirdi. 102 Xəbər Info və Inforum Xəbər TV sosial şəbəkələrinin efir aparıcısı Cılas Mahir qızı. Bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini elə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi prezident administrasiyasında tam başqa bir vəziyyət var. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşmir. Onlardan soruşsan, deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problemi yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edən dedim, hansı problem var? Hər şey əla. Ola bilmir axı belə. Ya özü bilmir, ya da ki, bunları örtbasdır eləmək istəyir, ya da ki, bilmirəm hansı məqsədi güdür. Bəzən bu şeyləri demirəm vətəndaşlara ki, vətəndaşları irgəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər, məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini elə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi prezident administrasiyasında tam başqa bir vəziyyət var. Salam, hər vaxtınız xeyir olsun. 102 Xəbər Info və Inforum Xəbər TV-nin sosial şəbəkə izləyiciləri və aidiyyatı üzrə qurumlar. Deməli, mən əməkdaş olaraq Uzor rayon sakini, Ağdaş rayonunda ezamiyyətdəyəm və sizin nəzərinizə çatdırıram ki,
gördüğünüz et dükkanı ve bundan başka da bir neçə et dükkanları var. Qayda qanuna riayət eləmirlər. Antisanitar yerdə heyvan kəsirlər. Burada da görüldüyü kimi bax burada kəsirlər. Ağdaş rayonunda kəsim şehri olduğu halda onlar heyvanı yol qırağında antisanitar vəziyyətdə heyvanı kəsirlər və kəsilən heyvana baytar tərəfindən, baytar həkim tərəfindən müayinə olunmur. Laboratoriya analizləri götürülmür. Necə gəldi, elə də satışı həyata keçirdirlər. Odur ki, buradan üzümü tuturan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Nazirliyinin Ucar rayon regional idarəsinin rəhbəri Gündüz müəllimə buradan üzümü tuturam və ona deyirəm ki, mən onunla belə bir mövzu ilə bağlı söhbətlər aparmışam dəfələrlə. O isə mənə bildirib ki, hər şey müəllim, hər şey qayda qanunla bizdə həyata keçirilir. Bu da fakt. Fakt öz sözünü deyir. Belə bundan əlavə də deyə bilərəm ki, Ağdaş rayonunun Bakı-Qazax yolunun Ağdaşa keçən hissəsində də belə bir ət dükkanı aşkar eləmişik. Orada da mən öz sözlərimi demişəm. Və indi gözləyək, bunlar o deyilən sözlərdən nəticə çıxardacaqlarmı? Aidiyyatı qurumlar və ya mağaza rəhbərliyi. Bu qədər. Çox sağ olun, hörmətlə 102 info və inform Xəbər TV-nin əməkdaşı Qaçib Rəhbəri. Sağ olun.